vacib məqamlardan biri əlbəttə ki, gücü müəyyənləşdirməkdir tam 3 raunda. Yəni hamısını birincidə qoy, sonra uduz, belə olmaz. Əlbəttə ki, gücü balanslı şəkildə bölüşdürmək lazımdır və Jeleznikova bəlkə də ilk raundda məsələləri həll etmək niyyətindədir. Bir qədər əvvəlki o təzyiq zamanı sanki bu ab-hava da yarandı. Hələ ki, Malins qeyri-adi bir şey göstərməyib. Rəqibin hücumlarının qarşısını kəsməyə də məşğul. Jeleznikova da davam etdirmir. O da iyi sonuncu, o da biraz tez yorulur deyəsən. Yəni ki, əvvəldə vurdu zərbələri, bir neçə zərbələri sanki nokaut eləmək istəyirdi, olmadı. İndi başlayıblar artıq bir qədər mövqe mübarizəsinə. Yəni bəlkə də həmin o güc bölüşdürmək məsələsi də ağlına gəldi. Məşqçilər də təlimatlarını verməyə davam edirlər. Malins məsafəni o qədər də yaxın saxlanır. Malins yaxşı bir zərbə indirdi qüvvətli. İnsan yapışdırdı demək istəyir bu məqamda. Demək olar. Əlbəttə ki. Sağ əli ilə də kirəsə eyni şeylərdir. Görürsən, güclü verdi orada Jeleznikova. İndi Malins ayrılıb artıq yavaş-yavaş öz zərbələr edilir. Malins daha dəqiq, daha təmkinlə zərbələr vurur. Jeleznikova biraz körtəbii şəkildə hücumlara üstünlük verir bu məqamlarda və biz görürük ki, deyəsən Jeleznikovanın da üzündə izlər artıq yaranıb sol tərəfdə. Burnu da qızarıb, alnında zərbə tutub, özdə necə lazımdır tutub. Yenə də sol əli ilə də gedən zərbə yenə də eyni yörədə nöqtəyə dəydi. Üstü biraz sanki bir sürüşdü getdi, ancaq istənilən halda ağırlıcı zərbə. Malins hələ ki düz zərbələrə daha çox üstünlük verir. Jeleznikovanın cəhdi. Daha ağırlı dalaşır. Mən belə görürəm. Biz amma Tagir Ulanbekovla Azad Maksumun da görüşündə gözləyik ki, görünən fərqlidir, hakimlərin nəticəsi də fərqlidir. Düzdür, bu çox müzakirə olunacaq. Bu nəticə hansı, belə deyək, hesablamalara görə verildi. Malins indi ortanı, belə deyək, Şaxtaqovun ortasını özlərinə götürür. Rəqibi ikinci sıxışdırır. Jeleznikova sol əllə zərbə vurmuşdu, amma Jeleznikovanın üzü artıq yaxşı vəziyyətdə deyil. Biz görürük bunu. Özü də biraz sentrliyir, fikir verirsənsə. Yəni artıq o qol hərəkətləri nişandan kənara gelir. Əlbəttə ki, onun taqətdən düşməsi və rəqibin güclü zərbələr də yorulmasına gətirib çıxarır. Sözsüz ki, dözümlüyə bu da təsir edir. Bayaqki döyüşdə də mən dedim, yenə deyirəm, Melisa artıq bilir ki, Jeleznikovan güclü zərbəsinin gücü nə qədərdir. Yəni gördüyünü görür və indi yıxdığı yerə görə zərbə endirə biləcək, açıq deyil ancaq sifəti. Ona görə də çətin olacaq, yəni ki, burada zərbələr endirməyə. Baxana görə imkan tapa biləcəkmi? Üstün mövqeyə keçməyə çalışır Malins, amma biz görürük ki, Jeleznikova ayaqları ilə yaxın buraxmır. Bəli, yaxın buraxmır və rəqibin sağ əlini götürməyə çalışır. Jeleznikova yox alınmadı. Malins artıq mövqeyini yaxşılaşdırdı və çox güman zərbə mövqeyini də yaradacaq özü üçün bunun da şahidi olur. 20 saniyə qalıb, ancaq bacarmağı. Baxın, indi gözləyir, bitə bilər döyüş. Bitə bilər. Gözləyir yer içində 10 saniyə qalıb. Bitirə bilər artıq görüşü. Artıq 30 saniyə öncədən... Referi də yanındadır, ancaq yox deyəsən. Sağ əlini götürməyə çalışırdı, bəli, o qədər də effektiv alınmadı. Ağırdıqca fəndi istədiyi şəkildə həyata keçirə bilmir. Raund yekunlaşır. Jeleznikovanın burnu qanıyıb, bəli. Qan izlərini biz görürük. Və... That's very good, Daniel. İndi ona... Ancaq istənilən halda elə məşqçilərin də dediyi kimi biraz ağıllı olmalıdır Jeleznikova. Yəni mənim gördüyüm odur ki, ilk 5 dəqiqədə Melisa məhz burada taktikada üstəliyir rəqibini. Bəli. Daha diqqətlə döyüşür, daha təmkinlə və daha qüvvətli zərbələr vurur. Jeleznikovan da zərbələr rəqibi pis tutmamışdı, amma əlbəttə ki, biz artıq o üz izlərindən də bilirik və elə həmkarımın da qeyd etdiyi kimi sanki Malinsin zərbələri eyni yerə dəyir. Eyni yerə dəydikcə də bax bu istər-istəməz idmançılar üçün o çətinlik yarada bilər. Yəni yenə də birinci raunddakı eyni ssenarini izləyirik. Malins gözləyir diqqətlə. Ancaq ilk raundla müqayisədə Jeleznikova atılmadı üstünə rəqibi. Artıq gözü qorxub müəyyən qədər. Bəli, elə təlimat da bundan ibarət edir. Bir dəqiqəni uzat dedilər. Bir dəqiqə səbirli ol. İndi yəqin ki, başlayacaq. Ola bilər ki, yəni məşqçilər də bizdən də əlbəttə yaxşı bilirlər ki, Jeleznikovanın dözümü nə qədərdir? 3 dəqiqədir, 4 dəqiqədir, 5 dəqiqədir. Ona görə də əvvəldə bir qədər yığır o rəqibləri.
Bəli, təmkinlə hər iki idmançı gözləyir, məsafəni saxlayırlar, bir anda irəli gedirlər. Jelezinkova nisbətən daha səbirlə döyüşməyə başlayıb. Ağıllanıb. Bəli. Elə rəqibin zərbələri onu ağıllandırdı da deyə bilərik. Ağıllandırıb zaten. Malins seriya zərbələri o qədər də üstünlük vermir. Daha çox dəqiq tək zərbəli kombinasiyalarla görüşü davam etdirir. Melisa hələ ki Jeleznikovanın daha çox hərəkət etdiyini görürük. Biz bunu elə Tagir Ulanbekov Azad Maksum görüşündə gördük. Maksum daha çox hərəkət edirdi, amma Tagir Ulanbekov tək tutmağa çalışırdı onu və bu da bu qarşılaşmada da müşahidə edilir. Jeleznikova sağ əllə rəqibin sol gözünə. O da oranı nişanlayıb. Bəli. Yəni sol gözünü Melisa'nın. Çünki birinci raundda da bir dəfə keçirtmişdi. Sən bu fikir verirsənsə, Melisa'nın sol əli bəzi məqamlarda müdafiə zamanı aşağıda qalır. Bəli, aşağı düşür və Jeleznikova da bunu başa düşür. Bəli. Məşqçi də deyir ki, qaçma, qorxma, yaxınlaş. Melisa'nın zamanı başlayır, mən deyərdim ki, birinci raundda gördüyümüz kimi, indi ola bilər yenə də aktivliyini görək. Çox, ən azı 1-2-3 dəfə daha çox hərəkət edir Darya Oktagon içində. Əlbəttə ki, bu belə də önəmli bir şey deyil. Ancaq istənilən halda Melisa nəzarət edir, bunu göstərməyə çalışır. Hələ onu tez-tez sağ-sol hərəkət edirək və duruşunu da dəyişir sağ-sol əllə. Bunu tez-tez dəyişir Jeleznikova. Melisa da hələ ki bunu müşahidə etmirik biz və düzünə zərbələrə Melisa Malins daha çox üstünlük verir. İkinci raundda heç eləməyib Melisa. Hələ ki heç eləməyib. Yəni çatdıra da bilmir. O oxudu mənə elə gəlir ki, hələlik oxuyub Darya rəqibin bütün taktikasını, strategiyasını ona görə də imkan vermir. Əgər indi hakimlər nəsə qərar versələr, ikinci raund o qüvvətli bir zərbəyə davam etdirə bilər Darya. Və özü də hissələdi, davam etdirdi. Bəlkə də müəyyən qədər knockdown da salır rəqibini. Bitirə bilər artıq döyüşü. Bitirə bilər. Ayağa qalxıb daha bir zərbə endirməyə hazırlıq. Yapışdı Melisa. Yapışdı. Bitirə bilmədi bu dəfə də. Bu dəfə Darya'ya bitirə bilmədi. Şans var idi amma. Və Jeleznikova da indi nəfəsini dərir biraz həmin o uzun seriyadan sonra cəbləri ardıcılıqla rəqibə vurdu və yox, bu əlbəttə ki, boğucu fənd də deyil. Deyil, heç nə deyil. Dincəlirlər idmançılar, nəfəslərirlər. Bütün bunlar hamısı Melisa'nın xeyrinə. Melisa'nın xeyrinə. Əgər birinci raundda biz indi bilmirik, hakimlər əgər Melisa'ya vermişlərsə, ikinci raund tam olaraq Darya'nın tərəfindədir. İndi bayaqki bir qədər çətin vəziyyətdən çıxmaq istəyir, bəlkə də çıxıb çalışıb, çünki başını çıxartdı, boynunu çıxartdı oradan Melisa deyəsən. Qolları imkan vermir. Çıxdı artıq, yoruldu, qollar da yoruldu Jeleznikova'na. Zərbələrlə də yorub əlbəttə ki, əllərinə 10 saniyə qalıb cəmi və Melisa Malins sadəcə xal qazana bilər bu məqamda, amma özü də yorulub. Takedown'da üstün vəziyyəti götürsə də ikinci raund yekunlaşır. Jeleznikovanın azacıq daha fəal olduğunu deyə bilərik bu raundda. O bir ardıcıl zərbələr knockdown'a düşməyib, sözsüz ki, öz təsirini göstərməlidir. Çox maraqlıdır. İlk raundda vəziyyət necə olmuşdu? Çünki Jeleznikova yaxşı başlamışdı. Daha sonra vəziyyət təlimatlara qulaq asmağa çalışar. Hər şey bu raundda həll olunacaq. Son 5 dəqiqə bu qarşılaşmada artıq. Bu 5 dəqiqədə azalmağa başlayır. Jeleznikova'ya yenə də tapşırıq eyni səviyyədə verildi. Bir dəqiqə ətrafda fırlanmaq tapşırığı, rəqibdən uzaq durmaq, nisbətən onu oynatmaq və daha sonra yenidən hücumlara keçmək. Bunu ikinci raundda əyani şəkildə gördük. Tapşırıq eyni oldu üçüncü raund üçün. Çünki tapşırıqların bəhrəsi oldu ona görə. Bəli, bəli. Yəni o cür davam etdirmək lazımdır. Əlbəttə ki, Melisa'nın tərəfi də bunu bilir, başa düşür, görək əks həmlər nəsə bir şey düşünüblər nə olar. Sanki Melisa'nın o ikinci raundun sonundakı rəqibin hücumundan sonra həmin o takedown vəziyyətində biraz yoruldu və hələ də tam özünə gəlməyib. Biraz fikir verir ki,
yorğunluq Malinsdə daha çox hiss olunur. Baxmayaraq ki, Jirizinkova bütün görüş boyu daha çox hərəkət edir. Bəzi döyüşlərdə biz görürük ki, əvvəldə fəallıq olur, sonra əksini olur. Burada isə əksini görürük. Amma mən düşünürəm ki, bir qədər sonra Jirizinkovanın təzyiqi yenə başlayacaq. Məşqçilərdən bəli, işarə gözləyir. Sanki artıq başlamaq lazımdır və ola bilər ki, hətta həmin o hücumu bu dəfə daha tutarlı etsin. Bəlkə də görüşü yekunlaşdıracaq, amma Jirizinkova da bəli, onun da artıq yorğunluq məsələsi hiss olunur hardasa. Kaçır, Melisa başlayıb. Ayaqdan demək olar ki, mərkəzdə idi Oktagona Melisa. İndi yavaş-yavaş Daryonu aparır kənara doğru. Bəli, sıxışdırır. Bu da yaxşı hal deyil Melisa üçün. Mən Melisa Daryanın parterdəki bacarığını da gördü. Hələ ki, çox risk də etmir. Darya isə artıq bunu anlayır ki, rəqib əgər bir idmançı yorulursa ayaq üstə döyüşməkdən əlbəttə ki, parterə keçirir vəziyyətdə və Jirizinkovanın bax bu belə diqqətlə məsafə saxlamasının da səbəbi bundan ibarət hazırdır. Çatmır zərbəsi, həm cəhd elədi, ancaq qaçdı verir. Mənə elə gəlir ki, orada heç qaçmağa belə böyük bir əziyyət də çəkmədi. Bəli. Çünki uzaq idi, düzgün sadəcə da müəyyənləşdirmir. Ayaq zərbələrindən də o qədər də istifadə etmirlər. Yəni, hələ ki... Dördüncü döyüşdülər, bayağı da qeyd etdiyimiz kimi, hamısı demək olar ki, ayaq üstə gelir. Bəli. Döyüşlərin əksəriyyəti ayaq üstə gedir. Amma tamaşaçılar razıdır, ayaq üstə döyüşən kəsəlir əlbəttə ki, publika. Yerdə də müəyyən qədər maraqlı şeylər olur əlbəttə ki, ancaq ki, ayaq üstə sözsüz ki, tamaşaçılar razıdır. Hələ idmançılar... Bütün bunlar, sənin də sözümü kəsirəm, bütün bunlar əlbəttə ki, bundan sonrakilara hazırdır. Həm tamaşaçılar üçün, həm bizim üçün. Səbirsizliklə gözləyirik. Jirizinkova qalxa bildi ayağa. Bu məqamda ayağa qalxmağı bacarır. İndi parterə keçirmək cəhdləri hər iki idmançıdadır. Jirizinkova daha çox müdafiə olunmaqla məşğuldur məqamda. Bu yalnız xallar qazandıracaq. Raundun sonlarına yaxın, görüşün sonlarına yaxın bacardıqlarını ortaya qoyacaqlar idmançılar. Əlbəttə ki, buna taqətləri qalsa. Açıq-aşkar hiss olunur hər ikisinin yorulması. Açıq-aşkar 3-cü raunda demək olar ki, güc qalmayıb. Nə Daryada, nə də Melisa'da. Ancaq əlbəttə ki, həm məşqçiləri, həm də hər ikisi bilir ki, bütün döyüşün talihi bu bir dəqiqə. Bərabər bir mübarizə izləyirik bayaqdan. Kim burada daha fəal olsa, kim daha çox zərbə indirsə, hakimlər də əlbəttə ki, ona verəcəklər qələbəni. Vacibdir bu hissədə fəal olmaq. Melisa daha çox gücə malik görünür. Səhv eləmirəmsə, yəni görünən budur kənardan. Yapışa bilmədi ayağından. O raundun görüşün əvvəlində qeyd etdiyimiz güc bölüşdürmə məsələsi Melisa Dezin daha yaxşı həyata keçdi. Son 30 saniyə. Xanımlardan indi bax bu son 30 saniyədə əsl qırğın gözləyirik. Çünki qarşılaşma boyu çox diqqətli oldular. Jirizinkovanın bəzi cəhdləri oldu. Amma Malins nisbətən təmkini qoruyub saxlayır. Kör-köranı. Havaya atılan təbii. Daha biri. İndi yadlarına düşdü təbii atmaq. O təpikləri çox rahat tutmaq olar əslində. Sadəcə olaraq yorğunluq imkan vermir. Jirizinkova sonda bir zərbə tutuzdurdu. Bəlkə də bu 50-ci olacaq. Bəlkə də. Baxaq görək, maraqlıdır nəticə. Çünki bəzən görünən fərqli olur. Hakimlər daha dəqiq hesablayırlar hər şeyi. Səbirsizliklə bu qarşılaşmanın nəticəsini gözləyirik.
UFC-nin digər tədbirlərinin anonslarını da görürük, bizə göstərirlər, nümayiş etdirirlər. Və indi Bruce Bufferə veriləcək söz. İlyas Tapuryanı da Oliveira ilə görüş gözləyir. İndi söz Bruce Buffer'də də həmkarımda qeyd etdiyi kimi. Baxaq. Ladies and gentlemen, after 3 rounds, we go to the judges' scorecards for a decision. The judges score the contest 29-28, 30-27, and 30-27 for the winner by unanimous decision, Daria! Bəli, hakimlərin yekdil qərarı ilə Daria Jeleznikova bu qarşılaşmada qələbə qazanan tərəf olur.